İmam Baqir əleyhissalam buyurur ki, 3 dənə əməl var ki, Allah bu 3 əməldə heç kəsə rüxsət verməyib. Əksər əməllərdə bilirsiniz də müəyyən istisnalar var. Məsələn, deyək ki, Ramazan ayı gəlir, insan oruç tutacaq, xəstəliyi var, tuta bilmir oruç. İstisnadır, tutmayacaqsan. Oruç tutmaq sənə zərər edirsə, tutmayacaqsan. Hamilə qadındır, oruç tutsun, uşağına zərər edici, deyir, tutma, yenə uşağı dünyaya gətirərsən. Süd verəndə də zərərdirsə, südün kəsiləcək, yenə tutmayıb yox. Sonra qəzasını tutacaqsan. İstisnalar var. İmam Baqir əleyhissalam ki, 3 əməl var ki, onda istisna yoxdur. Allah heç kəsə rüxsət verməyib. Hansılardır? Deyir, ədəul əmanəti iləl birri vəl fəcir. Əmanəti qaytarmaq. Yaxşı insan olsa da, pis insan olsa da əmanətini qaytarmalısan. Pis insan belə gətirib sənə bir şeyə əmanət verirsə, ona xəyanət eləyənməzsən. Həzrət Rasulullah bilirsiniz, adlarından biri də nə idi? Əmin. Deyirdilər, Muhammedul Əmin. Allahümmə salli və Muhammed. Çünki ən əmanətdar insanıdır. Hətta Peyğəmbərliyin elan eləyəndən sonra belə müşriklər var idi ki, Peyğəmbərə qarşı çıxırlar. Bir yerə səfər eləyəndə yenə gətirib əmanətin Peyğəmbərə verirdi. İnanmır ha Peyğəmbərə. Amma bilir ki, əmindir, heç vaxt vəfasızlıq olmayacaq bunda. Xəyanət olmayacaq bunda, bu əmanəti qoruyacaq. 3 şeydə ki, deyir, rüxsət yoxdur, heç kəsə əmanəti pis olsa da, yaxşı insan olsa da sahibinə qaytarmaq. Əl-vəfa bil-əhd. Pis insan olsa da, yaxşı insan olsa da əhdə vəfalı olmaq. Biri ilə əhd bağladın, söz kəsdin, pis insan olsa da, yaxşı insan olsa da sözvə vəfalı olmalısan. Və birril valideyn və valideynə yaxşılıq etmək. Pis valideyn olsa da, yaxşı valideyn olsa da. Valideynin pis olsa da, yaxşı olsa da sənin vəzifən öhdəndən götürülmür. Bizim vəzifəmiz öhdəmizdən götürülməz. Hətta bəzi hədislərimizdə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, övladın məhəbbətlə valideyninə baxması ibadətdir. Və insan otura belə valideyninə məhəbbətlə baxa. İbadətdir, deyir bu. Sanki elə namaz qılır, oruç tutur. Elə bir ki, zikirlə məşğul olur. Və həmçinin bir hədisdə də İmam Cəfər Sadiq əleyhissalam buyurur, deyir, hər kəs istəyər ki, Allah ona ölümün ağrılarını yüngülləşdirə. Neynəsin? Deyir, qohum əqrabaları ilə əlaqə saxlasın. Valideyni ilə yaxşılıq etsin, valideynə qarşı yaxşı davransın. Əgər bunu edərsə, Allah ölüm anında ölüm ağrılarını onun üçün asanlaşdırar və həyatı boyda heç vaxt fəqirliyə düçar olmaz.